Prezident İlham Əliyevin qardaş Özbəkistana səfəri uğurla davam edir. Artıq səfərin ikinci günüdür. Prezident, birinci xanım, eləcə də onları müşayiət edən heyət qədim Buxara şəhərinə gəlib. Burada da onu təntənə ilə, təmtəraqla qarşılayıblar. Bunlar öz yerində. Əlbəttə ki, Azərbaycan mediası da, Özbəkistan mediası, eləcə də bizə dost olan ölkələrin mediası bu səfəri geniş şəkildə işıqlandırır. Bu səfərlə bağlı həqiqətən də çox yüksək bir əhval-ruhiyyə var. Hamı sevinir, bunu başa düşürük. Amma görürük ki, narahat olanlar da az deyil. Çox narahatdılar. Bizim ortaq Türk əməllərimizdən, addımlarımızdan narahat olanlar açıq şəkildə bunu büruzə verməkdədirlər. Qardaş Özbəkistana çamur atanlar, Özbəklərlə Azərbaycanlıların heç bir əlaqəsinin olmadığını iddia edənlər, bizi bir-birimizə yad xalqlar kimi təqdim etmək istəyənlər, nə bilim, hər cür ünsür hərəkətə keçib. Adi bir paylaşım edirik, video yayırıq, şərhimizi veririk. Bir de görürük ki, yaramaz adamlar çıxıb oradan ağıllarına və ağızlarına gələni yazdılar, danışdılar. Niyə? Çünki narahatdırlar. Narahatdırlar ki, iki möhtəşəm Türk dövləti, onların liderləri bir araya gəlir. Narahatdırlar ki, Türk dövlətləri bu yolla daha da qüdrətlənəcəklər. Bizə qarşı olanlara yerini daha rahat bir şəkildə göstərə biləcəklər. Biz Türk millətiyik. Bundan heç kim narahat olmamalıdır. Ama baxırsan ki, narahat olurlar. Bu cür adamlara yerini göstermek ve həddini bildirmek, hem de marifləndirmə işi aparmaq çox vacibdir. Yeri gəlmişkən qeyd eləmək istəyirəm, bizim mərhum həmkarımız vardı, Səbuhi Məmmədli, qəbri nurla dolsun. Çox istedadlı bir jurnalist idi, ama bu Türk dünyası ilə bağlı məsələlərdə fərqli düşüncələri vardı və hətta bəzən həddini də aşırdı. Münasibətlərimiz yaxşı idi. Yəni o dünyasını dəyişib arxasınca danışmıram. Dünyasını dəyişəndə də münasibətimiz pis değildi onunla. Yəni biz artıq barışmışdıq. İndi niyə küstüyümüzü də deyəcəm. Küsmək deyil əslində. Mən onu bir balaca cəzalandırmışdım. Nə ilə cəzalandırmışdım onu da izah edəcəm. Mən özbəklər haqqında 10 illər bundan qabaqdan danışıram. Təbiidir ki, xoş sözlər yazırdım. Bir çox hallarda yazırdım ki, elə mən də bir özbəyəm, özümü özbək kimi hiss edirəm. Və bu Səbuhi Məmmədli sosial mediada, konkret olaraq Facebook'da həddini aşan bir şərh yazaraq özbəkləri aşağılamışdı. Və təbiidir ki, mən ona təklif etdim, yazdığını silsin, üzrxahlıq etsin və biz ondan sonra sosial mediada dostluğumuzu davam etdirə bilərik. Təəssüflər olsun ki, o bunu etmədi və bir müddət mən onu əngəlləməli oldum. Günlərin birində, indi olmasın, biz görüşdük. Görüşərkən o mənə başkan deyirdi həmişə. Dedi, başkan, sən məni əngəlləmirsən, mən səni görmək istəyirəm axı. Niyə sosial mediada mən görə bilmirəm? Dedim, özbəkləri təhqir etmirsən, məni təhqir etmirsən. Yəni sən o ifadələrini geri götürüb üzrxahlıq etsən, böyük məmnuniyyətlə yenidən sənin üçün qapılarımızı açacağıq. Dedi ki, edəcəyəm. Yəni Səbuhini tanıyanlar bilir də, onun elə xasiyyəti vardı. Və götürdü özünün sosial media hesabında Facebook'da üzrxahlıq yazdı ki, özbəklərlə bağlı aşağı-yuxarı ifadələr işlətmişəm, buna görə üzrxahlıq edirəm və ondan sonra mən onun hesabını əngəlləmədən çıxardım. Yəni demək istədiyim odur ki, insanlara izah etmək lazımdır. Bəzən Azərbaycanda da adamlar tapılır, deyir ki, özbəklər kimdir ki? Necə yəni kimdir? Yeri göğü titreden Əmir Teymur'un övladlarıdır bunlar. Böyük Babur imperiyasını kurmuş insanların övladlarıdır bunlar. Bunlar Əlişir Nəvainin övladlarıdır. Bunlar Uluq beyləri yetiştirmiş, İbn Sinaları yetiştirmiş bir milləttir. Necə yəni kimdir? Özbəklər dünyanın ən möhtəşəm millətləri, xalqları sırasındadır. Və biz Azərbaycanlılar da onlarla qan qohumu yox, onlar bizim doğma qardaşımızdır. Yəni hər bir özbəyə atılan çamur bizə də atılmış olur. Və kimsə özbəklərə dil uzadırsa, elə bizə də dil uzatmış olur. Ona görə düşünürəm ki, bundan sonraki mərhələdə Özbəkistan, özbəklər, digər Türk xalqları ilə bağlı artıq
daha farklı bir mariflendirme işi aparmalıyıq. 10 illər öncə biz bu işləri aparanda bizə lağ edənlər vardı. Çox şükür ki, onların böyük əksəriyyəti indi AzTV-də sıraya durublar, növbəyə dururlar ki, çıxıb Özbəkistan, Qazaxıstan, Qırğızistan, Türkmənistan haqqında xoş sözlər desinlər. Yəni dünya dəyişib. Üstəlik də Türk dövlətləri ilə bu cür yaxınlaşmaq bizim dövlətimizin strateji maraqlarına xidmət edir. Bu maraqlara qarşı kimsə çıxırsa, qardaş Türk xalqlarını kimsə aşağılayırsa, deməli o dövlətə qarşı çıxır, prezidentə qarşı çıxır, ümumiyyətlə Azərbaycanın gələcəyinə qarşı çıxır. Bu şeyləri əlbəttə ki, biz də görməmiş deyilik. Demək istədiyim odur ki, Prezident İlham Əliyev həqiqətən də çox uzaq görən bir strategiyaya xidmət edir. Onun müəyyənləşdirdiyi bu strategiya doğrudan da Türk xalqlarını bir araya gətirir, daha da yaxınlaşdırır. Bizi daha böyük, daha iri, daha diri edir. Yəni biz bir oluruq, iri oluruq, diri oluruq. Yəni Türk xalqları ilə yaxınlaşmaq bizim üçün ən vazgeçilməz bir seçənəkdir. Prezident İlham Əliyev təsadüfən demirdi ki, bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Bizi başqa yerdə heç kim gözləmir. Bizim gələcəyimiz Türk dünyasına bağlıdır. Bax, bu səfər də 23-24 avqustda davam edən bu səfər də məhz o məqsədlərə, o strategiyaya xidmət edir. İndi belə bir səfəri göz ardı edən, gözdən salmağa çalışan, bu cür səfərləri, bu cür münasibətləri qaralamaq istəyənlər əlbəttə ki, bizdən deyil, bizdən də ola bilməz. Bəs kimdir onları hərəkətə keçirən? Hər zamanki kimi bir tərəfdə Moskva, bir tərəfdə də Tehrandır. Bizi istəməyən, bizim birliyimizi istəməyən, ümumiyyətlə bizim dövlətlərimizin Rusun və Farsın təsirindən qurtulmasını istəməyənlər bax bu cür gözdən salma kampaniyası aparırlar. Amma bilirsiniz nəyə sevinirəm? Ona sevinirəm ki, bu gözdən salma kampaniyası demək olar ki, heç gözə dəymir. Sadəcə olaraq biz minlərlə insanların dinlədiyi, gördüyü, baxdığı paylaşımlar edirik. Görürük ki, oradan kol-kos dibindən bir-iki nəfər artıq əski sözlər yazıb, özü də saxta adlar altında yazıb, aradan çıxır. Yəni bunlar bu cür bədbəxt gündədirlər. Olsun, həmişə demişik, çax-çax baş ağrıdar, dəyirman öz işindədir. Türk birliyi qurulub, Türk birliyi möhkəmlənir, iki tərəfli münasibətlər, çox tərəfli münasibətlər hələ çox düşmənlərimizi pəjmürdə edəcək.